Değerli kanal izləyiciləri, bu videoda 31 may 2025 tarixində keçirilmiş Dəyanət liseyinə qəbul imtahanının suallarını izah edəcəm. Bu suallar 8-ci sinif 1-ci qruplara aiddir. Hər birinizə xoş izləmələr arzulayıram. Termometrdəki civə su niyə qalxır? Bilirik ki, termometr temperaturu ölçür. Temperatur artdıqca mayelərin, qazların, bərk cisimlərin həcmi artır. Deməli, termometrdəki civənin həcmi artır. Doğru cavab olacaq B variantı. Ən aşağı mümkün temperatur, yəni mütləq 0 Kelvin, Fahrenheit şkalasında təxminən neçə dərəcədir? Bunun üçün əvvəlcə Kelvin və Celsius arasında əlaqə düsturlarını yazacağım. T bərabər T plus 273 və T Fahrenheit bərabərdir 5'də 9 T dərəcə Celsius üstə gəlsin 32. Deməli, birinci baxaq, 0 Kelvin olacaq mənfi 273 dərəcə Celsius. Böyükdən yerinə 0 qoysaq 273 dərəcə Celsius. Bunu gətirib ikinci düsturda yerinə qoyaq. Onda T Fahrenheit bərabərdir. Mənfini qabağa çıxaraq 5'də 9 vurulsun 273 üstə gəlsin 32. Bu da təqribən mənfi 459,4 edir. Bunu da yuvarlaqlaşdırıb 459 kimi götürmək olar. Doğru cavab A. Eyni xassəni göstərən uyğun anlayışları seçin. Xüsusi ərimə temperaturunda götürülmüş 1 kiloqram bərk maddənin tamamilə əritmək üçün lazım olan istilik miqdarıdır. Buna uyğun gəlir xüsusi kristallaşma istiliyi. Bunlar bir-birinə bərabər olur. Qaynama temperaturu ilə kondensasiya temperaturu bir-birinə bərabərdir. Bu zaman temperatur sabit qalır. Kristallaşma, bərkimə temperaturu ilə də ərimə temperaturu eyni maddə üçün bir-birinə bərabər olur. Deməli, doğru cavab burada hansı olacaq? B variantı. Növbəti sual 79. K açarı qapalı olduqda ampermetr 3.6 amper göstərir. K açarını açdıqda ampermetrin göstərişi nəyə bərabər olar? Birinci, baxaq bura, açar qapalıdır. Açar qapalı olanda ampermetrin göstərişi 3.6 olub. I1 deyək buna. 3,6 amper. Ümumi müqavimət nə qədər olub? Açar qapalı olanda 2 ilə 2 paraleldir. Sayına bölürük, yəni 2 bölü 2 1 edir. Paralel birləşmədə bilirik ki, müqavimətlər eyni olanda sayına bölürük. 1 ilə də 4, onda belə ekvivalent sxemini göstərək. Bu 4 ohm. İkisinin əvəzinə də 1 ohm çəkirik. 4 ohm. Bu eynidir. Burada müqavimət olacaq R1 deyək 5 ohma. Açar açıq olanda açıq yazıram bura. Açar açıq olduqda ampermetrin göstərişini soruşur. I2-ni tapmalıyıq. Deməli, onda R2 nəyə bərabər olur? Ona baxaq. Açar açıq olduğuna görə artıq yuxarıdakı işləmi 4 ilə 2 bir-birinə ardıcıldır. 4 ohm, 2 ohm. 4, 2 ohm. Onda bunların cəminə bərabər olacaq ümumi müqavimət 6 ohm. Deməli, gərginlik sabitdir, müqavimət artıb. Deməli, əvvəl müqavimət 5 ohm idi, indi oldu 6 ohm. Neçə dəfə artıb? Deməli, 1,2 dəfə yaza bilərəm. I2 böl I1. Bu sabit olduğuna görə I ilə R tərs asıdır. R1 böl R2. Buradan da tapa bilərik. I2 bölünsün. I1 verilmişdi bizə. 3,6 idi. R1'imiz 5. R2 isə 6. Buradan da tapa bilərik ki, I2 bərabərdir. 3,6-nı vursaq 5'ə 18 bölünsün 6 bərabərdir 3 amper C variantı.
80-ci sual. Deməli, radiusu böyük yer, müqaməti böyük yer, radiusu kiçik yer olan silindr şəklində naqil verilib. Uzunluğu tapmalıyıq. R bərabər suala. Deməli, radiusu R-dir, kiçik yer. Bilirik ki, R bərabərdir, rho L bölünsün, S-dir. S-in əvəzinə də yazarıq πr kvadratı, dairənin sahəsi. Buradan da L-i tapsaq, R vurulsun πr kvadratı bölünsün, rho alınar. R πr kvadratı bölünsün rho, doğru cavab B. 81. Hansı cihazlardan istifadə edərək naqilin müqamətini təyin etmək olar? Bilirik ki, Ohm qanununa görə I bərabərdir U bölü R. Buradan da R-i tapmaq üçün bunu I-yə bölərik. U gərginlikdir, voltmetrlə ölçülür. I ampermetrlə ölçülür, cəryan şiddəti. Ampermetr. Deməli, cavab 1 ilə olacaq 3, yəni Y variantı. Növbəti sual 82. Misdən hazırlanmış və kütləsi 0,5 kg olan qazan 80 dərəcə soyuduqda daxil enerjisi neçə kilojoule azalar misin xüsusi isti tutumda bizə verilib. Bilirik ki, daxil enerjini 2 üsulla dəyişmək olar. Bir, mexaniki iş görməklə, bir də istilik verməklə. Burada deməli, soyutma, yəni istilik miqdarı ilə əlaqəli düsturundan istifadə edəcəyik. M kütləli cisim delta T qədər temperaturunu dəyişəndə onun istilik miqdarı Cm delta T qədər dəyişər. Deməli, delta U bərabərdir C 390 M 0,5-dir, 2-də 1 kimi yazarıq. Delta T də 80-dir. Deməli, 390 vurulsun 40. Bu da haradasa 15.600 edir. 15.600 joule. O da eləyər 15,6 kilojoule. Deməli, doğru cavab A variantı olar. 83. Kütləsi M1 bərabərdir M, M2 bərabər 5M olan 2 mis kürəyə eyni istilik miqdarı verilir. Böyük kürənin temperaturu 8 dərəcə yüksəlmişsə, kiçik kürənin temperaturu nə qədər yüksələr? Burada Qlər bərabərdir. Q1, Q2 bərabərdir. Demək, Q1-in əvəzinə yazacağım. C, M, delta T1. Bunu tapmalıyıq. Bərabərdir. C vurulsun. İkincinin kütləsi 5M-dir. Temperatur dəyişməsi də 8-dir. Buradan Cm-lər ixtisar olunar. Deməli, delta T1 bərabər olar 40 dərəcə Selsiyə. Doğru cavab B. 84. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Buxarın həcmi dəyişmir. Doyan buxar öz mayesi ilə dinamik tarazlıqda olan buxardır. Öz mayesi ilə dinamik tarazlıqda olmayan buxar isə doymayan buxardır. Bunların təriflərini bilmək lazımdır. Qızdırıldıqda buxarın sıxlığı artar. Doymayan buxarın deməli həcmi sabitdirsə, deməli onun sıxlığı da sabitdir, kütləsi də sabit olur. Doyan buxarı isə qızdıranda onun sıxlığı artır. Deməli, sıxlığı artır, uyğun gəlir doyan buxara. Çünki doyan buxarın təzyiqi, sıxlığı yalnız temperaturdan asılıdır. Temperatur artanda sıxlığı artar. Qızdırlıqda buxarın sıxlığı dəyişmir. Bu uyğun gəlir doymayan buxara. Qızdırlıqda molekuların orta kinetik enerjisi artır. Hər ikisinə uyğun gəlir. Çünki orta kinetik enerji YK 2-də 3 KT-dir. Hər ikisinin qızdırlıqda deməli kinetik enerji artar. Deməli, cavab olacaq 1, 3, 5, 2, 4. 1, 3, 5, 2, 4 olan D variantıdır. 85-də 3 elektrik çaynikindəki suyun həcmi və temperaturların qiymətləri verilib. Çaynikdəki su molekullarının orta kinetik enerjiləri arasında hansı münasibət doğrudur? Bu da yuxarıda yazdığımız düsturla müəyyən olunacaq. Deməli, kinetik enerji temperaturdan düz asılıdır.
ən böyük temperaturu olan bu da 83-dür, sonra 65, sonra 45. Yəni Y3 böyükdür Y2-dən, böyükdür Y1-dən. Doğru cavab A variantı. 86. Qrafikdə eyni istilik miqdarı alan iki cismin temperaturu zaman qrafiki təsvir edilib. Qrafik sözünü 2 dəfə veriblər, ehtiyac yox idi. Cisimlərin xüsusi istilik tutumu arasında münasibət verilib. S1 2S2-dir. M1 bölünsün M2 nisbəti nəyə bərabərdir soruşulur. Deməli, bilirik ki, M kütləli cismin temperaturunu delta T qədər dəyişmək üçün lazım olan istilik miqdarı Cm delta T düsturu ilə hesablanır. Qrafikdə fikir versək, birincinin başlanğıc temperaturu 0 olub, son temperaturu 5. Deməli, delta T1 bərabərdir 5 dərəcə Selsi. İkinci cismin başlanğıc temperaturu 1 olub, son temperaturu 5. Deməli, onun temperaturu dəyişməsi 5-1, yəni 4 dərəcə Selsidir. Bizdən kütlələr nisbətini soruşur. Deməli, ən yuxarıda yazdığımız Cm delta T düsturundan istifadə edə bilərik. Şərtdə deyir ki, istilik miqdarları bərabərdir. Onda yaza bilərik. C1 M1 delta T1 bərabərdir C2 M2 delta T2. Qiymətləri yerinə qoyaq. C1-in əvəzinə yazıram 2, C2 vur M1 tapmalıyıq. Delta T1 5-dir, tapmışıq artıq. C2 M2 tapmalıyıq. Delta T2 də 4-dür. Buradan C2-lər ixtisar olunar. Yerdə nə qaldı? Deməli, 10 M1 bərabərdir 4 M2-yə. Bizdən də M1 böl M2 nisbəti soruşulur. M1-i M2-yə böləndə, onda 4-ü də 10-a bölməliyik. Bu da 0, onda 4 olar. Doğru cavab D. Hansı halda cismin temperaturu artar? Əgər cismin temperaturunun artması lazımdırsa bizə, cismin aldığı istilik miqdarı verdiyi istilik miqdarından çox olmalıdır. Deməli, cismin udduğu enerji qədər şüalandırsa temperatur dəyişməz. Cismin udduğundan 2 dəfə çox enerji şüalandırsa soyuyar. 1.5 dəfə şüalandırsa yenə soyuyar. Cismin udduğundan, yəni aldığından daha az enerji şüalandır. Çox udub, az şüalandırırsa, deməli, onun temperaturu artar. Gəldik 88-ci suala. Gücün gərginlikdən asılı qrafiki verilib və deyir, bu naqilləri paralel birləşdirsək, ümumi müqavimət nəyə bərabər olar? Deməli, biz R-ləri tapmalıyıq əvvəlcə. P bərabərdir U kvadratı böl R. Gücün düsturundan istifadə edək. Deməli, buradan da U1, U2-nin qiymətlərini görə bilirik. Qrafikdən U1 30-dur, U2 60-dır, P də 100-dür. Əvvəlcə gəlin R1-i tapaq. R1 bərabərdir U kvadratı bölünsün P. U1 kvadratı böl P. U1 30-dur, kvadratı 900 bölünsün P də 100-dür. Deməli, birinci müqaviməti oldu 9 ohm. İkincinin də müqavimətini tapaq. U2 kvadratı böl P. U2 60-dır, kvadratı 3600 böl 100. Bu da eləyər 36 ohm. İndi bunları paralel birləşdirməliyik. Biri 9-dur, 9 ohm. Digəri isə 36 ohmdur. 36 ohm. Bilirik ki, paralel birləşmədə ümumi müqavimət, müqavimətlərin hasilinin onların cəminə olan nisbətinə bərabərdir. Hasil 9 vur 36, cəmdə 9 üstə gəl 36. Deməli, 36 vur 9 bölünsün 45. Deməli, ixtisarlar apararaq 45 ilə 9-u aşağıda 5 qalar, yuxarıda 1. 36-nı da 5-ə bölsək, alınar 7,2 ohm. Doğru cavab A. Edelben diaqramında uyğun bəndləri qeyd edin. Müqavimət və xüsusi müqavimət. Müqavimət R bərabərdir Rho L bölünsün S-dir.
Hər ikisi skalyar kəmiyyətdir. Naqilin uzunluğundan asılıdır. Görürük ki, müqavimət naqilin uzunluğundan düz asılıdır. Rho isə uzunluqdan və sahədən asılı deyil. Deməli, naqilin uzunluğundan asılıdır. Müqavimət asılıdır, hətta düz asılıdır. Naqilin növündən asılıdır hər ikisi. Naqilin enkəsinin sahəsindən asılı deyil xüsusi müqavimət. Naqilin diametrini 2 dəfə artırsaq, 4 dəfə azalar. Deməli, R bərabərdir rho L bölünsün S-in əvəzinə pi d kvadratı bölü 4 yazmaq olar. Deməli, diametrin kvadratı ilə tərs asılı olan hansıdır? Müqavimət. Bu da uyğun gəlir müqavimətə. Deməli, birinciyə uyğun gəlməlidir 2,5, ikinciyə 1,3, üçüncüyə də 4. Deməli, doğru cavab C olacaq. Gəldik 90-cı suala. 100 dərəcə Selsi temperaturdakı 200 qram su buxarı 50 dərəcə Selsi temperatur suya çevrilərkən nə qədər istilik ayrılar? Deməli, 100 dərəcə Selsi temperaturda 200 qram su buxarı 50 dərəcə Selsi temperatur suya çevrilərkən nə qədər istilik ayrılar soruşur. Burada da Q bərabərdir Q1 üstəgəl Q2 deyək. Q1 Cm delta T üstə gəlsin Lm şəklində tapa bilərik. C 4200, M 200 qramdır, 0,2. Deməli, temperatur nə qədər dəyişib? 50 dərəcə, vur 50, üstə gəlsin Lm, bu da 2300, 23, 10 üstü 5 deyək buna, vurulsun, M də 0,2'dir. Görək, nə ala bilirik buradan? Belə bir şey demək olar. 0,2 ilə 5'i vursa 10. Bu elədi 42, yəni 42.000. Diğerində hesablasaq 0,2, 12, 46, 10 üstü deməli 4 olacaqdır. Düz yazırıq mı? 23'ü vursaq 0,2 ilə 4,6, 4,6, 10 üstü 5. Bu da eləyər nə qədər? 42, 10 üstü 3 üstə gəlsin. Bunu 10 üstü 3'e tamamlasaq 460, 10 üstü 3 eləyər. Bu da edir neçə? 502 kilojoule. C variantı olar. Gəldik 91-ci suala. Cəryanın güc sərfinin ən az olması üçün gərginliyi 12 volt olan sabit cəm mənbəyinin hansı iki qütbü arasına qoşmaq lazımdır? Deməli, gücün gərginlik və müqavimətlə bağlı düsturundan istifadə etməliyik. Ümumi deyək buna. Bilirik ki, müqavimətlər ardıcıl birləşəndə onların yekun müqaviməti daha böyük olur. Məsələn, 1 ilə 2-nin arasında müqavimət nə qədərdir? R. 2 ilə 3-ün arasında 2R. 3 ilə 4-ün arasında bir dənə R. Sonra 1 ilə 3-ün arasında 3R. Sonra 2 ilə 4-ün arasında nə qədər olar? 2 ilə 4-ün arasında 5R. Hamısını yazıram ki, rahat müqayisə apara biləsiniz. Qaldı 1 ilə 4-ün arasında. Deməli, 2 ilə 4-ü yazdıq, 5R'dir. 1 ilə 4-ün arasında isə R, 2R, 3R.
Bu da eləyər 6R. Biz də dedik ki, P-nin kiçik olması üçün R ən böyük olmalıdır. Burada da ən böyük müqavimət 6R olur. O da 1 ilə 4 sıxaclarının arasında. Gəldik 92-ci suala. Aşağıdakı cümlələri açar sözlərdən istifadə edərək mətni tamamlamalıyıq. Şəkilçilər də əlavə etməklə. Sükunətdə olan iki nöqtəvi yük vakuumda onlar arasındakı qarşılıqlı təsir qüvvəsi, cümlələr biraz anormal alına bilər. Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsi yüklərin modulu hasil edir, andakı məsafənin kvadratı tərs asıdır. Bu qarşılıqlı təsir adlanır Kulon qüvvəsi. Deməli, nə verir burada? Bu qarşılıqlı təsir qüvvəsi Kulon qüvvəsi. Bura 5 uyğun gəlir. Kulon qüvvəsi. Qanunu isə Kulon qanunu adlanır. 2. Kulon qüvvəsi burulma tələsi vasitəsilə ölçülür. Belə bir cavab alınır. 3, 1, 5, 2, 4. 3, 1, 5, 2, 4. Deməli, doğru cavab Y olar. Y gəlmişkən F bərabərdir. Kulon qanunu sürüb F K Q1 Q2 bölünsün R kvadratı ilə tapılırdı. Proton və elektronun hər ikisinə aid olan bəndləri seçin. Elektrik yükü müsbətdir. Bilirik ki, protonun yükü müsbətdir, elektronun mənfi. Deməli, 1 düzgün gəlmir. Elektrik yükü 0-a bərabərdir. Heç birinin yükü 0-a bərabər deyil. Elektrik yükü 0-a bərabərdir. Səhvdir. Burada elektrik yükü ədədi qiymətcə 1.6-10-19 kulona bərabər. Bu doğrudur. Nüvəni təşkil edən zərərçilərdir. Nüvəni təşkil edən protonlarla, müsbət yüklü protonlarla neytronlardır. Deməli, bunların ikisi də təşkil etmir. Atom əlaqəli sistemin təşkil edən zərərçilərdir. Bu isə doğrudur. Çünki nüvənin daxilində proton və neytron, ətrafında hərəkət edən elektron var. Bunların hamısı, yəni hər ikisi atom əlaqəli sistemi təşkil edən zərərçilərdir. Deməli, burada doğru cavab olacaq 3 və 5. 94. Yükü mənfi Q olan elektroskopun kürəsinə müsbət 2 yüklü bir çubuq toxundurularsa, elektroskopun kürəsində və yarpaqlarındakı elektrik yükünün işarəsi nə olur? Deyək ki, bu elektroskopdur. Bunun kürəsini də çəkək yuxarısında. Yükü də bərabərdir mənfi Q-yə. Deməli, bu yüklüyücü vərəqlər onsuz da aralıydı. Sonra buna bir çubuğu toxunduruq. Hansı ki, onun yükü müsbət 2-dir. Deməli, əvvəlcə kürənin yükü mənfi Q idi. Sonra ona müsbət 2 yüklü kürənin cismi toxundursaq, yekun yük müsbət Q olacaq. Deməli, artıq bu sistemin, yəni kürə ilə vərəqlər sistemin deyək, ümumi yükü müsbət olduğuna görə, deməli, vərəqlər də nə olacaq? Müsbət. Kürə də müsbət, yarpaqlar da müsbət, B variantı olardı. Məsələn, mənfi Q-yə müsbət Q-nü toxundursaydıq, yekun yük 0 olardı, kürənin də vərəqlərin də yükü 0 olardı. Mənfini toxundursaydıq, onda yekun yük yenə mənfi olardı, kürə və vərəqlər mənfi yüklə yüklənərdi. Gəldik 95-ci suala. Şeyh nöqtəsi və havanın temperaturuna görə hansı fizikə təyin etmək olar? Təbii ki, nisbi rütubəti təyin etmək olar. 96. Daş kömürün yanma istiliyinin 66% buzun əriməsinə sərf olunur. Deməli, Q ərimə bərabərdir 0,66 Q yanma. Yerinə qoyaq bunların ifadələrini. Ərimə deyirsə, lambda vurulsun M. Söhbət burada əriyən nədir? Buz. Bərabərdir 0,66 Q kömür, M kömür.
Yerinə qoyaq qiymətlərini. 3.3, 10/5. Bizə deyir ki, nə qədər 30 kilo buzu əritmək lazım. Buzun kütləsi verilib 30-dur. 0.66. Deməli, daş kömürün xüsusi yanma istiliyi 3.7-dir. Bizə deməli nə lazımdır? Daş kömür lazımdır. Daş kömürün kütləsini tapmaq daha doğrusu. Buradan da ixtisarlara apara bilərik. Sadələşdirmək aparaq. Deməli, nələr ixtisar gedir buradan? 3'lər getdi. Sonra 3.3 ilə də bunu ixtisar aparsaq qalacaq. Deməli, neçə? 0.66-nı 10'a vursaq eləyər 6.6. Burada qaldı 2. M kömür bərabər olacaq 0 tam. Burada 2 qalıbsa sol tərəfdə 1, 0.5 kiloqram. Özünüz də hesablayın. Ola bilər ki, mən hesablamada səhv eləmişəm. Amma ifadə düzdür. Kütləsi 50 qram olan su qaynama temperaturunu tamamilə buxara çevriləndə daxil enerjisi necə çevrilər? Su istiliyi udursa, enerjini udursa, onun daxil enerjisi artacaq. Təbii ki, burada Q bərabərdir LM, müsbət LM yazarıq. Çünki artacaq burada. L 2.3, 10/6-dır, megadır. 50 qram da 5, 10⁻²-2-dir. Bunların hasilinə baxsaq, deməli 2.3-ü vuranda 5'ə neçə edir? 10⁻4 yazaq bura. Əvvəlcə 10⁻4 vurulsun 23'ü vuranda edir. Artıq 22.5 vur 5 neçə edir? 11.5 mi edir? Hesablama özünüz də edə bilərsiniz. Deməli 2.3 15 bu da edir 115 kilojoule. Kənarda hesabladım. 115 kilojoule artar. Növbəti sual gəlir 98. Daxili yanma mühərrikində yanacaq yandıqda 10 megajoule enerji ayrılır. Yanacaq yanan zaman ayrılan enerji bu Q1'dir. 10 megajoule. Mühərrikin gördüyü iş ətrafa verilən istilik miqdarının 150%-dirsə, enerjinin 150%-dirsə, yəni A iştirik bərabərdir 1/10⁵ Q2. Bizdən fiyəni soruşurlar, faydaş əmsalını. Deməli, bilirik ki, Q1 bərabərdir A iştirik, üstə gəlsin Q2. Yerinə qoyaq. Q1 bərabərdir A iştirikin yerinə 1/5 Q2 yazarıq, üstə gəlsin Q2. Bu da elədir 2/5 Q2. Deməli, Q1 10'dur, bərabərdir 2/5 Q2. Q2'də olar 4 megajoule. Faydaş əmsalının düsturlarından biri də ETA bərabərdir 1/Q2 böl Q1 vurulsun 100%'dir. A' böl Q1'dən tapılır. 1 çıxılsın Q2 4'dür, bölünsün 10 vurulsun 100%. Bu da edir 60%. Doğru cavab 60%. 99. İstilik mühərrikləri 3 hissədən ibarətdir. Qızdırıcı, içici və soyuducu. Bu ifadə doğrudur. Daxili yanma mühərrikinin bir tam işi 3 taktda baş verir. Sorma, sıxma, deməli, iş görmə, xaric etmə. Burada 3 dənə verildi, bu səhvdir. 4 dənə olmalıdır. Deməli, istilik mühərriklərində yanacağın daxili enerjisinin hamısı mexaniki enerjiyə çevirmək mümkündür. Bu səhvdir.
Belə bir istəyirlər ki, mümkün deyil. Faydaşı əmsalı 100% olsun. İstəyirlər ki, yanacağın daxil enerjisinin hamısı mexaniki enerjiyə çevirmək mümkün deyil. Deməli, bu doğrudur. Buxar turbinində qızdırılan suyun daxili enerjisi su buxarının kinetik enerjisinə çevrilir. Bu da doğrudur. Deməli, doğru cavab 1, 4, 5 olacaq. Gəldik sonuncu suala, 100-cü sual. Deməli, qrafikdə 40 dərəcə Celsius temperaturlu suyun 100 dərəcə Celsius temperaturlu buxara çevirmə prosesi göstərilir. 1, 2, 3 nöqtələri üçün uyğun variantları müəyyən etməliyik. Deməli, maye qaynamağa başlayır. Hansı nöqtədə? Deməli, belə yazaq. 1, 2, 3. Bir nöqtəsinə qədər maye qızır. Bir nöqtəsində maye qaynamağa başlayır. Bu doğrudur. 1A. Sonra buxarın qızması sona çatır var. Buxarın qızması başlayır. Demək, 1-dən 2-yə qədər burada maye plus buxardır. 1-ə qədər mayedir. 2-dən sonra isə, yəni 2-3 arasında isə buxardır. Deməli, buxarın qızması başlayır. Harda? Deməli, C uyğun gəlir ikinciyə. Çünki ikincidə maye tamamilə buxarlanıb qurtarır. Bir də buna uyğun gəlir D variantı. C, D. Buxarın qızması başlayır. Çünki maye qurtarıb buxar qızmağa başlayır. Maye tamamilə buxarlanır. O da uyğun gəldi 2 nöqtəsinə. Mayenin qızması başlayır. Mayenin qızması elə bu 40 dərəcədən başlamışdı. Bu işləmir. Heç birinə uyğun gəlmir. Nə qaldı burada? Buxarın qızması sona çatır. Çünki buxar 130 dərəcəyə qədər qızdırılır deyir. Bu da olacaq B. Deməli, doğru cavab A, C, D, B. Beləliklə, videonun sonuna çatdıq. Videonu bəyənməyi, paylaşmağı, rəy yazmağı unutmayın. Əgər hesablama səhvləri eləmişəmsə də onu şərhlə bildirməyiniz xahiş olunur. Sağ olun.